Herkese salam. Bu videoda size kış için çok dadlı ve rengarenk karışık kelem turşusunun reseptini təqdim edeceğim. Hazırlanma qaydası olduqca sadədir, amma düzgün hazırlamaq lazımdır ki, turşu həm xırçıltılı, həm də ətirli alınsın. Mən bu üsulla illərdir hazırlayıram və nəticədən çox razıyam. Gəlin birlikdə mərhələlərlə hazırlamağa başlayaq. Qeyd edim ki, tərəvəzləri əvvəlcədən yuyub təmizləyib hazırlamışam. Öncə kələmdən başlayıram. Kələmi əvvəlcə 2 hissəyə bölürəm və ortasının bərk hissəsini kəsib çıxardıram. Sonra isə kələmi kub-kub doğrayıram. Qeyd edim ki, istədiyiniz formada doğraya bilərsiniz. Mən bu cür doğrayıb bir ləyənə əlavə edirəm. Kələmin hamısını doğrayıb ləyənə əlavə etdikdən sonra üzərinə 1 yemək qaşığı turşu duzu əlavə edib ehmalca qarışdırıram. Qalan tərəvəzləri doğrayanacan kələm öz suyunu buraxır. Ardından qalan tərəvəzləri də növbə ilə doğrayıb kələmin üzərindən əlavə edirəm. Gördüyünüz kimi xiyarın baş hissələrini kəsib çox da nazik olmayacaq şəkildə doğrayıram. Kal pomidoru da 2-yə bölüb özək hissəsini kəsib çıxardıram və dilimlərə bölürəm. Kökü də öncə 2 hissəyə bölürəm, sonra isə bu cür doğrayıram. Turşu daha da rengarenk görünməsi üçün mən renkli biberlərdən istifadə etdim. Gördüyünüz kimi biberləri də bu formada doğrayıram. Ardından zövqə görə acı biberdən istifadə edirəm. Acı biberləri də toxumları ilə birlikdə doğrayıb turşunun üzərinə əlavə edirəm. Və 2 dəstə cəfərini də xırda olmayacaq şəkildə doğrayıram. Ardından bir baş sarımsaq əlavə edirəm. Sarımsaqları da gördüyünüz kimi doğrayıram. Budur, tərəvəzləri hamısını kələmin üzərindən ləyənə əlavə etdim. İndi isə üzərindən 1 yemək qaşığı qara dənəvər istiot əlavə etdim və 5-6 ədəd dəfnə yarpağında əlimlə bu cür xırdalayıb turşunun üzərinə əlavə etdim. İndi isə tərəvəzləri hamısını yaxşıca qarışdırıram. Bu cür yaxşı qarışdırdıqdan sonra 3 litrlik bankalara əlavə edirəm. Öncə bankaya şüyüt qurusu əlavə edirəm. Ardından tərəvəzləri doldururam.
Ara bir də tərəvəzləri yüngülcə basmaq lazımdır ki, yaxşıca yerləşsin. Çox basmaq olmaz, çünki içərisinə su əlavə etdikdə tərəvəzlərin içərisinə su keçməlidir. Tərəvəzlərin hamısını bankalara əlavə etdim. Tərəvəzlərdən çıxan suyu isə əlavə etmirəm. İndi isə üzərinə hər bankaya, 3 litrlik bankaya 1 yemək qaşığı şəkər tozu əlavə edirəm. 1 çay qaşığı limon duzu, 2 yemək qaşığı turşu duzu. Bunları əlavə etdikdən sonra hər bankaya yarım stəkanda alma sirkəsi əlavə edirəm. Qeyd edim ki, alma sirkəsini üzüm sirkəsi ilə də əvəz edə bilərsiniz. Bunları da əlavə etdikdən sonra artıq üzərlərinə qaynar su əlavə edirəm. Qaynar suyu əlavə etdikdən sonra bu cür bıçaqla havasını çıxardıram və yenidən ehtiyac olarsa su əlavə edirəm və üzərindən də 1-2 sap cəfəri yerləşdirib qapaqlarını bağlayıram. Qapaqlarını bağladıktan sonra biraz da sirkələyirəm ki, duzlu su hər tərəfə yayılsın. Bankaların altına bir boşqab yerləşdirib 1-2 gün mətbəx stolunun üzərində saxlayıram. Turşular qıcqıran zaman daşmalar olur. Daşır, suyu biraz azala bilər. Əgər suyu azalarsa, yenidən duzlu su hazırlayıb əlavə edə bilərsiniz. Artıq 10 gün sonra qarışıq kələm turşumuz hazırdır. Rəngi, dadı və xırçıltısı ilə qış süfrələrinə xüsusi ləzzət qatacaq. Əgər bu resept xoşunuza gəldisə, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək